Çox vaxt biz məclislərdə oluruq, çox vaxt qonaq gedirik, çox vaxt biz insanlarla ünsiyyətdə oluruq və çox vaxt görsən ki, insanların bütün söhbətləri yaşamaq haqqındadır, normal yaşamaq haqqında və belə bir sözlə rastlaşırıq, bəxtəvərlik nə bəxtiyardır. Və el arasında görürük ki, kimsə oturur, indi analar, qadınlar, xanımlar oturanda denir, filan kəsin qızı, filan evə düşdü, bir sən nə bəxtəvərdir. Yaman bəxtəvərdir, hər şey var. Gözəl, əla, super. Ya denir ki, filan kəsin uşaqları, filan kəs çox bəxtəvərdir, valideynlər çox bəxtəvərdir, filan kəsin uşaqları valideynlərin qayğısına qalır. Bu da gözəldir. Və bu sözü tez-tez eşidirik. Filan kəs filan yerdə işdir, bəxtəvərdir, bütün ailəsini yedizdir, içizdirir. Nəsli hamısı hər şey əldə eləyib. Bəxtəvər yaşayırlar, nə bəxtiyardılar. Eşitmişsiniz belə söhbətlər? Eşitmişik, düzdürmü? Bu çox gözəldir. İnsan hər bir şeyi bacarırsa, kiməsə yardım edirsə, gözəl yerə düşürsə və bəxtəvərliyi alıbsa, çox gözəl. Yaxşı, gəlin baxaq görək, bu sözü bizə İsa Məsih kəlamda harda deyir və biz nə etməliyik ki, Rəbdə bəxtəvər və bəxtiyar olaq. Amin. Dünyada biz bildik nəyə görə bizə bəxtəvər deyirlər, bəxtiyarlıq deyirlər, gözəl həyat yaşayan deyirlər, amma Rəbb bizə harda deyir bunu? Matta müjdəsi 5-ci fəsil 1-ci ayədən 9-cu ayəyə kimi oxuyacam. İsa izdihamı görüb dağa çıxdı. Oturan kimi şagirdləri onun yanına gəldi və İsa danışmağa başlayıb onları öyrədərək dedi. Nə bəxtiyardır ruhən yoxsullar. Fikir verin. Çünki səmavi padşahlıq, səltənət kimindir? Onlarındır. Amin. Nə bəxtiyardır yaslı olanlar. Əslində bu Bibliyada yaslı sözü, elə ağlamaq sözü kimi gəlir. Mən sadəcə olaraq demək istəyirəm ki, burada belədir. Nə bəxtiyarda ağlayanlar, blajenni plaçuşi, ibani uteşitsa. Yaslı sözü, yəni ki, ağlayan, kədərli olan insan, düzgün tərcümə, superdir. Nə bəxtiyardır yaslı olanlar, çünki onlar nə tapacaq? Kitab oxuyanlar, kitab əhli. Amin, təsəlli, çox gözəl, çox gözəl. Sonra nə gəlir? Nə bəxtiyardır? Həlimlər. Həlimlik çox super bir mövzudur, ondan danışacaq. Yaxşı, həlimlər nə tapacaq? Çünki onlar yeri miras alacaq, hirs alacaqlar. Amin. Nə bəxtiyardır salihlik üçün acıb susayanlar, çünki onlar doyacaqlar. Fikir verin ha. Və sonra oxuyuruq, nə bəxtiyardır mərhəmətli olanlar. Mərhəmətli, yəni ki, bağışlayanlar, çünki onlara mərhəmət ediləcək. Nə bəxtiyardır ürəyi təmiz olanlar, onlar kimi görəcək? Rəbbimizi görəcək, Allahımızı görəcək. Və nə bəxtiyardır sülhpərvərlər. Onlar kim adlanacaq? Deməli, Allahın evladı olmaq üçün sən sülhpərvər olmalısan. Başlayıram bu yoxsulluqdan. Nə bəxtiyardır yoxsul olanlar. Adətən yoxsul insan kimdir? Yoxsul sözü nişi kimi gedir. Yəni ki, kasıb heç nəyə olmayan. Fikir ver, yoxsullar Azərbaycanda da var. Hətta tayfalar var, çıqanlar var. Onlar da özlərini yoxsul kimi aparırlar. Dilənçilər. Və dilənçilərin birbaşa işi nədir? Səhər tezdən durub insanları
yanına yaxınlaşıb, onlardan nə etmək? Dilənib pul almaq, düzdürmü? Və fikir verin, onları mən mühakimə eləmirəm. Həqiqətən Rəbb deyir ki, kasıba, dilənçiyə əl uzad, kömək elə. Düzdür, aralarında həqiqi dilənçilər də var, yoxsullar da var və biz yoxsullar, yalancı yoxsullar, villaları, hər şey var. Amma yenə dilənirlər. Amma məqsəd burada nədir? Məqsəd onların istəkləridir. Onlar özünə nəticə qoyurlar və çıxırlar, gedirlər, hamıya yalvararaq pul dilənirlər, yemək dilənirlər və istədiklərini alırlar. Rəbb bizə bununla bir söz nə demək istəyir? Yəni ki, sən həmən dilənçi kimi ol, o kasıb kimi ol, məndən dilə ruhani ənamları. Necə o əldə eləyir, insan mərhəmətli olur ona qarşı, sən də deyir mənə gecə gündüz yalvar ki, mən sənə ruhani ənamları verim. Bayaq misal çəkdim, Ceyran bacımız. Gecə gündüz dua elədi, Rəbb ona nə verdi? Oxumaq qabiliyyətini verdi. Müjdəçilik, yalvar, ruhani ənamdır o. Rəbb sənə müjdəçiliyi versin. Yalvar, başda Rəbdən dilənməyə, yalvar, istə, sənə ağıl versin, müdriklik versin, hikmət versin, mehribançılıq versin, həlimlik versin, ruhani həyat versin. Bax, Rəbb bizdən bunu istəyir. Və bilirsiniz, sonra nə baş verir? Sən ruhani ənamları axtarandan sonra Rəbb sənə deyir, nə bəxtiyarsan, çünki səmavi palçalıq sənindir. Mən sənə onu hədiyə verəcəm. O bizə onu hədiyə verir. Çünki biz onu arzuluyuruq. Ruhani həyatı arzuluyuruq. İsa'nın özünü arzuluyuruq. Onun hüzurunu, onun özünü axtarırıq. Nə bəxtiyardır? Yaşlı olanlar, yəni ki, ağlayanlar. Bu da çox gözəl ayədir. Həyatda ağlayanlar çoxdur. Kimsə kimisə itirir, ağlayır. Yaxınlarını itirənlər var, ağlayırlar. Kimsə mübahisə eləyir və o mübahisədə başlayır ağlamağa. İndiki gənclər musiqini qoyunlar, bəzilərində görmüşəm, özüm də elə olmuşam. Hansısa bir qızı sevirdim o vaxtları, musiqi elə təsir elirdi mənə, başlayırdım ağlamağa. Görəsən bu məni sevəcək, yoxsa sevməyəcək? Həqiqətən, mən yaşamışam onu. Onda bizdə naushniklər yox idi, belə təzə-təzə çıxırdı. Bir də magnitofonlar idi, şık-şık belə kasetlə qulaq asardıq və Ağlamalinski mahnılar. Ağlamalinski mahnılar da moddur. Bir də görsən, klientlər gəlirdi, mənə bir söz nədir? Qaqaş, sən canı deyir, qurbam sənə, orada əyləşmişik. Bəs bizə şən mahnılar oxumayın. Bizə bir də Ağlamalinski mahnılar oxuyun da. Damara təsir eləsin də. Problem yoxdur. Biz də Ağlamalinski mahnı oxuyan kimi vurublar özdə, hamı başlayır ağlamağa. Özdə bir sən necə ağlayırlar, pullar da gəlir, bəli. Əsas o pulu alıb xəşləyə biləsən, bacı qardaşıva kömək eləyə biləsən. Amin. Və məclis olur nə? Ağlamalinski. Videolar da var, bir də görsən ki, müğənnilərdir, biri oxuyur, belə eləyir, yanına da biri klient gəlir, belə, yönür, ağlayır, 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 heç bilmir, niyə görə ağlayır? Amma ağlayır. Yaxınlığı itirirsənsə ağla. Kimsə xəstələnibsə ağla. Rəbbə yalvararaq.
təsəlli kiməsə vermək üçün ağla. Onun dərdinə şərik ol, ağla. Yaxşı, Rəbb bizə burada ağlamaqdan der. Niyə görə der ki, siz nə bəxtiyardır ağlayanlar, nə mənada bizə onu Rəbb deyir? Rəbb söz nədir? Ay qardaş, ay bacım, ay vahid. Sən ağla o mənada. Günahlarını mənə etiraf elə. Etiraf elə, tövbə elə ki, ağlaya-ağlaya, mən səni bağışlayım. Səni kindən azad eləyim. Səni yaltaqlıqdan azad eləyim. Səni paxıllıqdan azad eləyim. Yadınızdadırsa xalq, Peyğəmbər Allahdan əmr alır. Der, get o şəhərə de, 3 gün o şəhəri yandıracam. Və Peyğəmbər gəlir şəhərə, elan edir ki, Allah belə buyurub. Şah eşidən kimi bir söz neyinir? Başlayır, bütün xalqa əmir verir. Üstlərinə nə səpinlər? Kül. Və ağlaya-ağlaya tövbə elinlər. 3 gün keçir. Amma Rəbb oranı dağıtmır. Çünki onların tövbəsini ağlayaraq Rəbb görür. Bu günləri biz ağlayanda öz tövbələrimizə görə, günahlarımıza görə ağlayırıqmı? Elədiyimiz əməllərə görə ağlayırıqmı? Hansısa qardaşın bacının xətrinə dəyəndə biz ağlayırıqmı? Ki, ya Rəbb məni bağışla, heç nədən onun xətrinə dəydin. Ağlayırıq. Rəbbə göz yaşlarımızı görsədirik. Yox, çox az olur. Amma istəyərdim, bu bizdə olsun. İndi ən gözəldir, nə bəxtiyardır həlimlər. Həlim olmaq çox gözəl bir, necə deyim sizə, ənamdır. Kim həlimdə əlini qaldırsın, sadəcə olaraq. Yunus Həlim, mən sənin əlimliyimi 2 həftə bundan qabaq gördüm Yunus, əlimi sal aşağı. Görsən, heç mən qaldırmıram əlimi. Sonra kim qaldırdı burada? Bacılardan. Həlim bacı. Allah xeyirdir. Mən sizə inanıram. Mən sizdə neçə ildir, Ruslan Həlimdir, ona bu əlini qaldı. Elə Həlimdir ki, həlimlik başından tökülür onun. Amma həqiqətən, bacı qardaşlarımız var, həlimlikləri var. Amma həlimlik çox bir, deyim sizə, çətin bir ənamdır. Hər adam həlimliyi bacarmır. Həlimlik bir söz nədir? Biri gəlir, dayanır qabağında, heç nədən başlayır, Allah eləməsin, gündüzü söyməyə. Gündüz də baxır ona, başını salır aşağı, çıxır gedir və çox sağ ol deyir. Hamımız bacarırıq mı bunu? Çətin söhbətdir. 10 dəfə qaytarıq. Bu günləri bacılar maşın sürür, çox gözəl. Müasirlikdir, onlar da maşın sürməlidir. Qardaşlar da maşın sürür, həlimli rulda başlayır. Allah eləməsin biri bizim qabağımızdan belə keçsin. Məscidçilərdə söyüş yoxdur artıq. Bir söz nə deyirik? Bu kazyola bax, üzr istəyirəm sizdən, bacılar. Ya da dersən, bu, üzr istəyirəm, almaya bax, ya armuda bax, misal üçün. Bu bizim həlimliyimizdir. Və sonra bir də görsən, o da həlimliyindən çıxır qırağa, düşür maşından, deyir, sən mənə dedin, qarpız, ya xiyar, ya pomidor, misal üçün da məscidçilər indi intelligentli danışırlar. İntelligent olmuşuq biz. Özüm də eləyəm. Və mübahisə başlanır. Amma Rəbb bizə nə deyir? Sən həlim ol da. Həlim olsan, yer üzünü hirs alacaqsan, hirs alacaqsa bir söz nə deməkdir? Yəni ki, yer üzündə hər şey sənin olacaq. Hər yerdə evin olacaq. Bunları mən hansı ölkəyə uçsum, hər yerdə evim var. O qədər dostlar, qardaşlar, bacılar, nə bilim ha, villaları heç özləri yaşamasa da der, gedin qalın orada. Hər yeri sən hirs alırsan, Rəbb və sənə onu verir.
Allah eləməsin kiminsə belə ayağını belə tapdalayasan. İndi məsihçisən də, gəlirsən dersən, ay bacım, ay qardaşım, mən səni çox istəyirəm. İstəyərdim ki, o mahnı hardan gəlir belə? Hə, mən istəyərdim ki, sən bunu belə addımlayasan. Naxadu deməkdən ki, çox sağ ol. Rəbb mənə sənin vasitənlə mənim səhvimi dedi. Bir söz nə baş ver? Ay, get özüvə bax. Hələ sən düzəl. Məndən danışma. Özünü görmür. Həlim sənə cavab vermir. Kəlamda bir insana Rəbb həlim deyib və dünən Pastor Samir də əlavə elədi. Necə dedin Samir onu? Həlim, ən həlim. Kimə deyib? Musa Peyğəmbərə. Musa Peyğəmbərə Rəbb deyir ki, o həlim bir insandır. Rəbdən arzulayaq ki, Rəbb bizə həlim insan desin və bizə bu torpağı hirs olaraq bizə, bizim evlatlarımıza versin. Yadımızda bir şey bilək ki, yadımızda bir şey saxlayaq ki, hər bir işdə, bir söz hansı işçiyə üstünlük verilir? Belə gəzən insana yox, Bizdə qardaşlar var, gəlirlər mənə deyirlər ki, filan işdən məni çıxartdılar. Nəysə, deyirik qardaşımızı, təzdən kiməsə xahişlə, dost, tanış, düzəldir işə, bir aydan sonra yenə çıxartdılar. Gəlirik o adamlarla danışırıq. Deyir, ay qardaş, bu imanlıdır, yoxsa dumanlı? Bu deyir, söz qəbul eləmir, deyir. Buna deyirsən, get kitabı götür, qoy ora, belə, mən niyə eləməliyəm? Bura bu işləməyə gəlib, yoxsa qürurunu görsətməyə gəlib. Həlimlik. Həlimlik səni ucaldır. Yusif Peyğəmbər, görün nə qədər həlim olub ki, padşahın sağ əli olub. Allah insanı, Rəbbimiz o vaxt ucaldır. Əgər sənin həqiqətən insanlara qarşı həlimliyin var. Keçirik salihliyə. Salih insanlar kimdir? Nə bəxtiyardır deyir salihlər? Əlbəttə ki, qoy Rəbb bizim hər birimizə desin ki, nə bəxtiyarsınız mənim balalarım. Siz bu ayə kəlamları icra edib yaşayırsınız. Salih insan kimdir sizcə? Salih insan o insandır. Kim ki onun danışığı da, fikri də, ürəyi də eyni şeydir. Salih insan heç vaxt dildə bir şey deyib, ürəyində başqa şey tutmaz. Əgər o hansısa qardaşı sevirsə, o deyəcək, mən onu sevirəm. Əgər bacı hansısa bacını sevirsə, o deyəcək, mən onu sevirəm. Çünki o salih insandır. Ürəkdə kin saxlayıb, dodağı ilə sevirəm deyənlər salih ola bilməz. Salih insanlar həqiqəti söyləyənlərdir və onlar zirvəyə qalxacaqlar. Salih insan yalan danışmaz. Çünki yalanın atası kimdir? Şeytandır. Düz danışan salih insan atası isə İsa Məsihdir. Gəlin baxaq həyatımıza. Bu günləri biz salihlik paltarını geyinmişikmi? Baxaq görək bu günləri biz hər yerdə özümüzü salih görsədirikmi? Yoxsa maskada salih özümüzü görsədirik, içdə isə qurtlarımız bizi yiyir. Rəbb bizə kömək eləsin ki, biz salihlik paltarını geyinək və bizim sözümüz hər yerdə hə ya yox olsun. Yalandan biz kiməsə şahidçilik eləməyək. Düzə düz olaq. Və yalanı
yalanı həqiqətlə örtbasır eləməyək. Bu işdə salihlik yoxdur. Və salih insanlara Rəbb belə deyir: nə bəxtiyarsınız, çünki siz doyacaqsınız. Deməli, Rəbb bizə nə deyir? Əgər doymaq istəyirsənsə, həm ruhani, həm cismani, sənin suyun tükənməyəcək. Elə də ayə var. Çörəyin heç vaxt tükənməyəcək. Və sən zirvəyə qalxacaqsan. Doymaq üçün biz salih yaşamalıyıq. Nə bəxtiyardır mərhəmətlilər. Mərhəmətli olmaq hər adama nəsib deyil. Amma şükürlər olsun Rəbbə ki, bu günləri mərhəmətli insanlar var və Rəbb bu dünyaya hələ əl vurmur. Mərhəmətli insan o insandır ki, kim ki bağışlaya bilir. Hətta Allahın yaratdığı heyvanları da sevir. Mən dünən qardaşlara danışdım, deməli dəhşətə gəlirlər. Çıxmışam supermarketdən bu yaxında, gecə saat düşdüm. Pişik dayanıb supermarketin qabağında. Bir də gördüm bir cavan oğlan pişiyi görən kimi buna nə tərtəpiyi qoydusa, pişik buradan o tərəfə və mən belə baxdım, dəhşətə gəldim. Mən onu çağırdım, dedim, qaqaş bir dəqiqə olarsan, sən bu heyvanı niyə vurursan? Sən onu yaratmısan. Gəlib də heyvandır, yeməyə gəlib də. Və qayıtdım, dedim, mərhəmətli olay. Əgər sən heyvanı sevə bilmirsənsə, insanları da sevə bilməyəcəksən. Sən onlara mərhəmət göstərə bilməyəcəksən. Və bir söz nə dedi? Allah heyvandır da, burada nə var ki? Dedim, elə heyvan sənsən də. Burada nə var ki? Həqiqətən bizim əməlimiz kim olduğunu göstərir. Sumkalarla bu günləri görürsən, qabaq biz uşaq olanda, indiki devirdə mən çox azalıb. Biz görəndə ki, hansısa bir yaşlı qadın, yaşlı kişi sumkalarla gəzir, ağır, mağazindən çıxıb, dükandan çıxıb, biz qaçardıq, götürərdik onların əllərindən, mərhəmət göstərərdik, düz onların padyezinə kimi çatdırardıq və o xanım, o ana, o ağbirçək, o ağsaqqal deyərdi, balam, çox sağ ol. Allah sənin valideynlərimə xeyir dua versin. İndiki gənclərimiz nauşnikdə heç kimi güya ki görmürlər. Bunlar öz həyatlarını yaşayırlar. Əkdiyi biçəsən. Əkdiyimizi biçəcəyik. Bu sən mərhəmətli dörsənsə, sənə də mərhəmət göstərilməyəcək. Sən bağışlaya bilmirsənsə, səni də bağışlamayacaqlar. Bu həqiqətdir. Həyatda biz nə əkirik, onu da biçirik. Heç nə elə belə qalmır. Ona görə, qardaşlar, bacılar, mənim özüm də harada oluruqsa, qoy bizi Rəbbin mərhəmətli insanları kimi tanısınlar. Biri kobud olanda, sən mərhəmətli ol. Əgər bu günləri biz görsək ki, haradasa bir ocaq yanır və ora daha da böyüyür, problemi olacaq. Biz ora taxta, nə bilim, yanmaq üçün nöyüt, benzin, heç nə tökməyəcək. Biz ora su tökəcəyik ki, ora sönsün. Biz Allahın suları olmalıyıq. Su yəni ki, Allahın sözləri olmalıyıq. Biz Rəbbin sözlüyü ilə insanlara cavab verməliyik. Ürəyi təmiz olanlar. Həqiqətən, ürəyi təmiz olmaq çox gözəl bir ənamdır. Amma bu günlərə hamı deyir ki, mənim ürəyim təmizdir. Hətta oturursan dostlarla, indi biz bu dünyada yaşayırıq. Biz heç kimi qıra bilmərik. Bizim məqsədimiz onlarla oturub, onları imana gətirməkdir. Və bir sözlə baş ver, bir də görsən, oturursan, danışırsan, sən kəlamdan danışırsan və
Bu insan bəlkə özünü görür, bəlkə görmür, indi sözləri eşidəndə və bir söz qayıdıb nədir? Mənim ürəyim təmizdir. Mənim ürəyim kimi ürək yoxdur. Ən təmiz ürək məndədir. Ailəsində dava eləyir, ürək təmizlikdən danışır. Şor gözlüyü var, ürək təmizlikdən danışır. Mühakimə eləyir, ürək təmizlikdən danışır. Paxıllıq eləyir, bilmir ki, sümürəyini çürüyəcək. Deyir, ürəyim təmizdir. Sənin ürəyin təmiz olsa, sən birbaşa Allah'a görərsən. Sən necə ürək təmiz ola bilərsən, əgər günahda yaşayırsan? İş yerimizdə gənc qızlar işləyir. Artıq biz onlara da müjdə yaymışıq. Və insanlar gəlirlər, harada işləsələr də, onlar gəliblər çörəyə. Onlar gəlməyiblər özlərini nəyəsə görsətməyə. Və bir söz, elə insanlar var, gəlir, oturur orada, ürəyi təmizlikdən danışır. Amma o bacı, o gözəl bala 20 yaşda, 25 yaşda o qız uşağı yaxınlaşanda bir söz ona nə deyir? Amma ürəyi təmizlikdən danışır, mənə sevgi verə bilərsənmi? Bu da o ürəyi təmiz olmaq. Ona sən yardım elə. Gəlib əziyyətlə işləyir orada. Ürəyi təmiz olmaq, günahsız olmaq deməkdir. Günahda yaşamamaq deməkdir. Bu günləri biz nə etməliyik ki, ürəyimiz təmiz olsun? Əgər mən özümdə günah görürəmsə, mən gecə gündüz ruhən Rəbbin qapısını döyməliyəm ki, ya Rəbb, bax mənim gözlərim təmizdir, misal üçün. Mən yalancıyam, mən söyüş söyənəm, mühakimə edənəm, düzgün yolda döləm və sən belə Rəbbə dua eləsən, Rəbb sənin ürəyivə şəfa verəcək və ürəyin təmiz olduğu halda sən birbaşa İsa'nı tamlığı ilə, Allah'ı tamlığı ilə görəcəksən. Və sülhpərvərlər, nə bəxtiyardır sülhpərvərlər, onlar deyir Allah'ın evlatları sayılacaq. Fikir verin, Rəbb demir, nə bəxtiyardır kasıba əl uzadan, Allah'ın evladı sayılacaq. Rəbb demir, nə bəxtiyardır məbədə gələn, Allah'ın evladı sayılacaq. Rəbb demir, buradan vaaz eləyən nə bəxtiyardır, ya ilahi oxuyan Allah'ın evladı sayılacaq. Nə deyir? Nə bəxtiyardır? Sülhpərvərlər. Çünki onlar Allah'ın evlatları sayılacaq. Deməli, sənin ürəyin təmizlənəndən sonra sənin sülhün olmalıdır ki, sabah sən buradan dünyavı dəyişəndə gedib orada da aləmi qatmayasan. Camadı biri-birinə vurmayasan. Oradakı imanları, dünyasını dəyişənləri pis günə qoymayasan. Sən burada birinci sülhpərvər olmalısan. Sən burada ürəyi təmiz olmalısan. Ondan sonra Rəbbin evladı olursan. Sülhpərvər insan getdiyi yerdə, bilirsiniz nə edir? O hər yerdə sülh yaradır. İnarsınız, elə insanlar var ki, çox insanlar onların adını çəkməyə qorxurlar. Bilmirəm, sizin ətrafınızda var, yoxsa yox elə insanlar. Deyirlər ki, filan insanı çağıraq məclisə, yox, onu çağırmayın. Və mən qınamıram o insanları. O niyə görə elə deyir? Bilirsiniz niyə görə deyir? Bu adam gələn kimi bütün aləmi qatır, yeməyi zəhərə çevirir, insanları zəhərləndirir, özü danışanda deyir, məndən yoxdur. Mən sülhpərvər insanım. Məsihçilər necə bu günləri? Biz məsihçilər beləyikmi, yoxsa getdiyimiz yerdə
sülh gətiririk. Və insanlar bizi arzuluyur, yoxsa arzulamır. Əgər bu günləri səni arzulamırlarsa, sən biraz fikirləş gör, niyə görə insanlar artıq səni arzulamırlarsa və səni öz məclislərinə çağırmırlar. Çünki məsihçi də bir də görsən ki, bezir, məsihçi də yorulur söz-söhbətdən və o insana nə qədər demək olar ki, o insanlara sülhpərvər olun, mərhəmətli olun, bağışlamağı bacarın. O insan düzəlməyəndə, hətta Rəbb özü kəlamda belə bir söz deyir, mən insanda günahı görəndə yaşayır ürəkdə, yoxsa Rəbb çəkilir ondan, Rəbb də çəkilir. Ona görə, əziz qardaşlar, bacılar, həyatımıza baxaq, gəlin baxaq görək, biz bəxtəvərlik sözünü, bəxtiyarlıq sözünü bu günləri qazanırıq. Rəbb bizə deyir, sən bəxtiyarsan, kimə deyir, əlini qaldırsın. Qorxmayın, əlimizi qaldırın, bizə deyir, biz məsihçilərik. Bacardığımız qədər Rəbbin istədiyini eləyirik. Və qorxma sən, əgər bunu yıxılsan, düzgün nəyisə etməsən, bir var bilə-bilə sən edirsən, bir var bilməyərək sən nəyisə edirsən, bilə-bilə günahda yaşayanların aqibəti, sonu çox pis qutaracaq. Sən bilərək qardaşıma nifrət edirsənsə, sən ürəyivə görə Allah səni cəzalandıracaq. Amma sən bu günləri bilməyərək eləyirsənsə, qorxma, dua elə, addımla, ruhani ənamları axtar. Rəbb sənə şəfa versin. Əlbəttə, kimsə tövbə eləmək istəyirsə, gəlsin tövbə eləsin. Məcburiyyət yoxdur. Kim dəyişmək istəyirsə, buyursun dəyişə bilər.